Biz lap əvvəldən çox kasıb idik. Demək olar ki, aylarla Malatya nə idi dilimizə dəymirdi. Sonralar bir çox hallarda yavaş-yavaş imkan olduqca alırdıq. Lakin onu da deyim ki, yenə də elə olurdu ki, ət ala bilmirdik. Ona görə də mən lap balacalıqdan şoru çörəyə yaxıb yeməyi sevirdim. Hətta şora şüyüd doğrayanda daha dadlı olurdu. Sonralar kartof və s. ucuz yeməklərə də daha çox vərdiş elədim. Bəzən özümə deyirdim ki, mən kartofu və s. paxlalı qidaları çox sevirəm. Xırdalarını suda yumurta ilə qaynadıb yeyirdim. Böyüklərini isə soyub, əvvəl yuxarıdan aşağı, sonra hər iki tərəfdən köndələndə kəsirdim. Sonra onları doğrayıb, xırda kubiklər şəklində yağda qızardırdım. Mənə çox ləzzət eləyirdi. Əsasən də istiyotla elə dad verirdi ki, lakin bir dəfə qəribə şeylər oldu. Arada 2-3 oğlan toyu, sonra bazarlıq, yəni əlavə 3 gün ət yeməyi, üstəlik onların ciyər axşamları və bir də ardıca biraz imkan düşdü və beləcə mən bir ay qırmızı ətlə qidalandım. Nəticədə elə bir vəziyyət yarandı ki, mən daha o qidaları o qədər sevmirdim. Məlum oldu ki, mən əslində kartof sevmirmişəm. Sadəcə o qədər çox yemişdim ki, bədənim avtomatik onu tələb edirdi. İndi daha yaxşısını gördüyü üçün kartofu bəyənmir. Əslində mən gərək özümü ətə bu qədər öyrətməyəydim. Şüyüdlü şor, kartof qızartması, göylü qayğanaq, bunlar hamısı mənim zamanında sevimli qidalarım indi. İndi artıq onları görən gözüm yoxdur. Hətta az qalanda, tam azlıqdan ürəyim bulananda məcburiyyətdən bunlardan yeyirəm. Əslində biz bir çox şeyləri sevmirik. Sadəcə daha yaxşısına əlimiz çatmır. Əlimizdəkinə öyrəşirik və sonra da deyirik ki, biz sadiyik, biz beləyik. Xeyr, biz sadəcə zamanında o şeylərə o qədər möhtac qalmışıq ki, artıq əl çəkə bilmirik. Həm də ən yaxşısı elə sadə yaşamaqdır. Çünki özünü nə qədər pahalıya öyrətsən, sonradan ona sahib olmadıqda gətirəcəyi o toxluqdan da ləzzət ala bilmirsən axı. Çünki bahalı şey hər zaman biz əzlənlərin əlində olmur. Ümumiyyətlə hər zaman düşünürdüm ki, mən əslində sadə həyat yaşayıram. Heç kəsə ziyanım dəymir. Hətta meyvə topladığım vaxtlarda istidə tərlədikcə, ot pislikcə, tozlu tərli evə gələndə düşünürdüm ki, Allah bir gün əlimdən tutacaq. Çünki mən heç kəsə fırıldaq gəlmirəm, haqq yemirəm. Düzdür, evdə anamın, bacımın haqqına çox girmişəm, amma ən azından çöldə heç kəsə ziyanım dəyməyib. Lakin onu da deyim ki, sonradan bunun da heç də belə olmadığını gördüm. Belə ki, mənim fəhləşlədiyim adam bəzi hallarda elə gözümün qabağındaca ev sahibini kasetlərin, yəni qutuların sayında aldadırdı. Meyvələrin sayını az deyirdi. Birini ya bir neçəsini əskik deyirdi. Ev sahibinə daha az pul versin deyə belə eləyirdi. Mənim yanımda neçə dəfə belə etdi. Onun mənə bir qəpikdə faydası yox idi. Əslində onu da deyim ki, verdiyi pulun bərəkəti belə yox idi mənim üçün. Sonradan başa düşdüm ki, mən indiyə qədər heç də halal qazanmamışam. Yəni adama deyərlər, poxu yeyirsənsə axıra kimi ye. Düzdür, mən birbaşa harama əl atmadım, amma əlimi ona batırmamışdım. İndi baxıram keçmişə, nə xalis halal adam olmuşam, nə də əvvəllər mənə ləzzət verən şeylər daha mənə zövq vermir. Hamısı zirzibil imiş. Bundan daha yaxşı şeylər eləyə bilərdim deməklə də sadəcə dərdimi artırıram. Söhbət yalnız halaldan, haramdan ya kartofdan getmir ki, sadəcə onu deyirəm ki, biz əslində heç nəyi sevmirik. Əksər hallarda məcbur qalırıq və bir çox şeylərə sadəcə vərdiş edirik. Bunlardan da əlavə özümüzə fəzilət kimi gördüyümüz şeylər də heç də yaxşı şeylər deyilmiş. Mən güya halal pul qazananda belə harama batmış biriyəm. Və burada yadıma əlində qılınc olan o dəri düşür. Məsələ burasındadır ki, bir çox insanlar üçün gənclik illərində yaxşı insan olmaq o qədər də birinci dərəcəli görünmür. Əsas məqsəd xoş, rahat və zövqlü yaşamaq olur. Lakin bu alınmayanda ömrün böyük bir hissəsi keçəndən və insan həyatından narazı qalandan sonra yaxşı adam olmaq anlayışı onun üçün ziyanın yarısından qayıtmaq kimi bir şeyə çevrilir. Yəni düşünürsən ki, düz əməlli bir ömür yaşaya bilmədim, heç olmasa sakit, ziyan verməyən normal bir insan kimi olaydım. Gücün, imkanın pisliyə çatmırsa, yaxşılıq sənin üçün sadəcə təsəlliyə, ziyanın yarısından qayıtmağa çevrilir. Mən də elə düşünürdüm ki, heç olmasa başqalarına dəyib dolaşmayan sakit bir adam olmuşam. Çünki ətrafımdakı bir çox insanlar mənim haqqımda tərbiyəli, ədəb-ərkanlı, yerini bilən sözlərini işlədirdilər. Lakin hətta bu ziyanın yarısından qayıtmaq da, yəni heç olmasa ədəbli, namuslu adam olmaq sığınacağına da arxalana bilmirəm. Allahın qarşısına
çıxarıb mənim heç olmasa sakit adam idim deyə biləcəyim bir bəhanəm də yoxdur. Çünki bu həyatda özümlə tam səmimi olub hesablaşanda mənə məlum olur ki, elə ən iyrənc adamın biri özüməm. Hələ balaca ikən evin təmirsiz birinci mərtəbəsindən evimizə gələn qadınların taxtaların arasından iki ayağının arasına gizlicə baxacaq qədər murdar idim. Həm də bunu təkcə öz evimizdə yox, başqalarının da evində eləyirdim. Hələ 14-15 yaşlarımdan belə rəzilliklərim var idi. Çox qadınlar, qızlar məni tərbiyəli, utancaq bir uşaq kimi bilərkən mən sadəcə daxili komplekslərim ucbatından kənardan təmiz görünürdüm. Və onu da deyim ki, bütün bunlar nə qədər iyrənc görünsə də, əslində bunun vasitəsilə bir çox qızların alt paltara geyinmədiyini, bir çox qadınların az qala aylarla ülgüzdən istifadə etmədiyini gördüm. Çoxundan iyrəndim, çoxundan zəhləm getdim. Maraqlıdır ki, kimin vaginasını görürdümsə, alt paltara geyinmədiyi üçün ona nifrət edirdim. Amma eyni zamanda mən bütün bunları elə o vaginanı görmək üçün edirdim. Lakin sonralar məndə obsessiv düşüncələr çoxaldıqca Allaha daha çox sığınmağa başladım. Öz-özümə düşündüm ki, bu iyrənclikləri edə-edə Allaha dua etmək boş şeydir. Allah duamı qəbul etməz. Ona görə də bunlardan əl çəkməliyəm və belə də etdim. Lakin indi mənə bir şey çox maraqlı gəlir. Görəsən mənim kimi kənardan çox tərbiyəli görünən adamların neçəsi əslində mənim kimi murdardır. Və biz tərbiyəli görünüb içində murdarlıq daşıyan bu adamları necə tanıya bilərik? Sizi çok özledim.